Bir də 2B. Okey. Loop 3-ə baxaq. Baxmayaq. Bərbadçılıqdır. Loop 3-ə heç baxmayaq. Bu hansı sualdır? Bu. Onda bu bölməni yenən çətin olub. Bu belə tapmaq. Aslında bu hissəni düzgün yazmısan axı. Sualda nə istəyirdi bizdən? Sən sadəcə say çıx 2-ni verməliydin çıxışa. Sənə çünki deyirdi ki, bax kodun bu hissəsi düzdür. Sənə sadəcə deyir ki, 1 və n bölənlərini saymadan çıxışa verməlisən sayı. Yəni onda 2 dənə böləni çıxartmalısan. Sənin çünki tapdığın indi say ümumi bölənlərin sayıdır. Ona görə burada cavabın say çıx 2 olmalı idi əslində. Say çıx 2 yazsaydın düz idi kodun. Y-də nə deyir? Y-də də sadədə də olub olmadığını deyir. Burada da problem bilirsən nədir? Y-si Y-ni böyünən və N-ni də böyünən verməliydim bunları. Balaca ilə vermişsən deyə 0 bal veribdi. Kodun düzdür. 2 kod 2 xizdə əslində düzdür, amma diqqətsizlik səhvlərdir. Yəni orada yes-lə onu böyük hərflərlə yazsan, cavabın düz idi əslində. Okey, gedək onda loop 2-ni bitirək orada qalan sualların. Loop 2. Bunları açsam. Deməli, haradaydı o? Hə. Bizə belə bir sual. Kodu 100 Hə? işlər çətinləşib. Kodu 100-da. İşlər çətinləşib. Neçəndirsən? Bəli. Mənim hələ 149 sualım var. Qəşəng əslində 5-cisən onda. Az qalıb. Topçu oynaya bilərsən. Topçu oynaya bilərəm solventlar sırasından. O pointlərdən Point boş şey. Okey. Bizə deməli nə deyir? Deyir ki, sən bu cəmi tapmalısan, sənə bir n verilir və belə bir cəmi tapmalısan ki, hansı ki, məsələn, n 5 olsa, səndən bu cəmi tapmağını istəyir ki, 1 bölünsün 1 vur 2, gələn səfər 2 vurulsun 3, 3 vurulsun 4, 4 vurulsun 5. Sən bu cəmi tapmalısan, əgər daha doğrusu bir dənə də 5 vurulsun 6 var. Çünki ən sonuncu hissə harda bitir? n vurulsun n plus 1-də bitir. Yəni biz bu cəmi tapmalıyıq. Bu cəmdə yəni gedib bir-bir riyazi olaraq məsələn düstur çıxartmamıza əslində ehtiyac yoxdur. Çünki görürük ki, biz hər dəfəsində əslində belə bir şeyə bölürük 1-i. 1 bölünsün i vurulsun i plus 1. Gələn səfər yenə i 2 olanda yenə i vurulsun i plus 1 olur. Və yenə ən sonuncusu isə n vurulsun n plus 1 olur. Yəni sən i-ni forunda 1-dən başlatsan, n-ə qədər davam eləsə bu for, sən hər dəfəsində 1 bölünsün i vurulsun i plus 1-in hamısını cəmləyə getsən, sən ümumi cəmi tapmış olasın. Yəni bax, məsələn belə bir şey. Bizə bir n verilir. Bir dənə double cəm götürürəm, çünki cəmimiz double olacaq. i 1-dən gedir n-ə qədər. Hətta bunları da double götürək ki, hər şeyimiz double olsun. Bizdə çünki ədədlər kəsr ədədlərlə alınacaq. Və neyniyəcəyik? Cəmin üzərinə hər dəfəsində 1 bölünsün i vurulsun i vurulsun i plus 1. i plus 1 gələcək. Və bizdən də necə çıxışa verməyimizi istəyirdi? 6 işarə dəqiqliyinə Cout Precision 6 Cout Fixed. İndi məsələn yazaq 5. Sağlam.
Sağ ol müəllim. Və 6 dəqiqədən verəndə görürük ki, eyni ədəd çıxışa verdi bizim üçün. Yəni sadəcə orada bir dənə bu şeyi görmək lazım idi ki, hər dəfəsində əslində i ilə i plus 1 olur bizdə məxrəcdə duran ədədlər. Ona görə hər dəfəsində mən formu 1-dən nə qədər aparsam, hər zaman da 1-i həmin o i vurulsun i plus 1-ə bölüb onların ümumi cəmini tapsam, mənim istədiyimi alacam. Aydın oldu həmin sual. Okey. M sualına baxaq. M sualı bir əslində oyun tipli sualı idi. Biz buna game theory sualları deyirik, oyun teoriyası kimi bir növ. Sualda bizdən nə deyir? Deyir ki, iki dənə adam oyun oynayır. Biri doktordur, biri isə professordur. Oyuna birinci kim başlayır? Bir dənə ona baxın. Birinci professor başlayır. Bizdə deyir ki, məsələn, lap başda məsələn təsadüfi bir rəqəm deyirəm. 9 dənə atomumuz var. Professor oyuna başlayır. Professor deyir ki, bunu 2 yerə bölür. Amma fərqi yoxdur. Yəni 1-8 olaraq da bölə bilər, 2-7 olaraq da bölə bilər. Yəni 4-5-də sadəcə bölməyini deyir bizə. Məsələn, necə bölək? 4, 5, 3, 6, 2, 7, 1, 8. İndi hansını seçsək? Fərqi yoxdur. Birini seç. 4, 5. Hə, 4-5 olsun. Bunu professor elədi. Sonra doktor gəlir bunlardan birini yenə seçir, gedir bölməyə. Məsələn, 4-ü seçsin. Bunu bölək tutaq ki, 1-3 kimi. 1, 3. Bunu da doktor böldü. Sonra bax professor gəlir. Bax səncə 1-i seçsə bölə bilər 2 yerə? Yox. Ay, Biri ancaq bax birə onda bu bölür. hissə ilə artıq işimiz bitib bizim. 3-ü bölək məsələn. 1 və 2 kimi. Bunu professor böldü. 1-dən 2 oldu, düzdür? Yenə bunu bölə bilmirəm, amma 2-ni bölə bilirəm. 2-ni necə bölürəm? 1, 1 kimi. 1, 2. 1-2 nətər? 2-ni 1, 1. Bunu da doktor böldü. Bax, burada 1 oldu, burada. Bura ilə heç nə bölənmirəm ki, day bu hissə ilə. Xeyr. Buranı doktor bölüb axırıncı. Gedirik indi bu tərəfə. Professordadır sıra. Professor neyniyəcək? Bunu tutaq ki, bölsün 1-4-ə. Sonra doktor gələcək, bunu böləcək 1-3-ə. Sonra professor gələcək, böləcək bunu 1-2-yə. 1, 2. Doktor da gələcək, bunu böləcək 1-1-ə. 1, 1'ə. Sıra indi kimdədir? Professorda. Professor gör hər hansısa bir atom var bölə biləcək. Onda oyunu doktor udmuş olur. Aydındır? Hə. İndi deyəsən ki, bəs biz bunu koddan ətərləyəcəyik. Müəllim, burası çox pisdir vəziyyət. Əsə pis deyil, bax. Belə bir şey deyək. Burada belə tipli suallarda əslində nəsə qanuna uyğunluq olur həmişə. Məsələn, sən görürsən ki, 2 dənə nümunəyə baxaq. Tutaq ki, 9-a baxdıq, 9-da kim utdu? Doktor utdu da, düzdür? Professordaydı sıra, o bölənmədi. Gəl deyirəm bir dənə baxaq 2 atomuna. Oyuna birinci kim başlayırdı? Professor başlayırdı. Professor. Professor bunu böləcək 1-1-ə. Oyunu kim udacaq? Professor. Ay sağ. Doktor bölənməyəcək. Deyirəm gəl Tuncay bir dənə 3-ə baxaq. 1, 2. Doktor gələcək, bunu 1-1 eləyəcək. Kim udacaq oyunu? Doktor. Doktor. Bax. 3 dənə də baxmışıq. Hətta bir dənə də 4-ə deyirəm, baxaq gəl. Professor böldü. Doktor böldü. Professor böldü. Oyunu kim utdu? Professor. Bax bir dənə. Bax bu ikisi. Əgər Aha. mənim ağlıma belə bir teori gəldi. Əgər cütdürsə, bir tərəfi təkdirsə, professorudur, cütdürsə, doktorudur. Elə odur. Bax sadəcə N-in təkliyinə ya da cütlüyünə baxacağıq. N cütdürsə professordacaq, təkcə doktorudacaq. Müəllim. Bu ilmişlərdə mən tapardım. Çünki bax məntiq bilirsən əslində hara gəlir. Bu 4-ün əgər məsələn 2-də professor utdusa, mən gəlib 4-ə baxanda bunun içində yenə 2 olacaq. Yəni yenə sonu eyni bitəcək. Eynilə mən 9-a baxanda hardasa gəlib bəlkə də onun içində 3-ü görəcəm. Yəni təklərdən asılı olur, cütlər isə cütlərdən asılı olur.
Yəni oyun teoriya məsələlərində yadında saxla. Bundan sonra sənin qabağına 1000 dənə oyun sualı düşəcək. Oyun suallarına çalış nə elə bil ki, özünü professorun yerinə qoy, doktorun yerinə qoy. Oyunu bir neçə dəfə oyna. Onların dediyi oyunu, hər dəfəsində fərqli bir oyun olacaq. Onları bir neçə dəfə oyna. Gör oyun necə gedir. Gör ədədlərin dəyişəndə sənin cavabın dəyişirmi? Cavabına necə təsir eləyir? Və yadına saxla ki, həmişə də cavab belə bir şeylərlə çıxır. Yəni oyun suallarının əsas məqsədi bax budur. Yəni sadəcə kodda necə olacaq? N faiz 2 cütdürsə Siyauta burada deyirdi ki, əgər professorudursa A ver, bizdə də cütdə ilə professorudurdu. Əks halda da Siyauta B ver. Hə, bir dənə də bunu şeyin içində yazacağıq. Çünki bizə deyir ki, 2 verilir və 2 dənə ədəd verilir də. Ona görə belə bir şey eləyirik. T olsun məsələn. Yəni elə bil ki, T dənə bizdə ədəd olacaq. Bunun forla getdim 0-dan T-yə qədər. Hər dəfəsində də forun içində sinən elədim. Yəni məsələn T2 olsa 2 dənə ədəd daxil olunacaq mənə. 3 olsa 3 dənə, 4 olsa 4 dənə. Tamam? Yəni sualın input şəkli belə idi. Aydın oldu bu sual? Tamam. Loop 2-ni onunla bağlayaq. Gedək loop 3-ə. Müəllim, eynən haşı düzəltdim. Qəşəng. A-ya baxaq. Hə, A-da deyir ki, bir dənə yadıma salım. Okay. Deyir ki, bizdə bir dənə qız var. Onun ad günündə, ilk ad günündə, 1 yaşında yəni. Ona $1 pul verirlər. 1 yaşında $1 pul veriblər. Bir dəqiqə. Hə, $1 pul verirlər. İkinci yaşında isə əvvəl verdikləri pulun 2 qatını verirlər. Yəni 2 manat Müəllim verirlər. yazıq. Və plus yaşı nə qədərdirsə o qədər də pul əlavə eləyirlər bu pulun üstünə. Yəni ikinci yaşında ona 4 manat pul verirlər. Üçüncü yaşında 4-ün 2 qatı qədər 8 manat. Və üstə gəlinsin indiki yaşı qədər. Yəni 3 manatda belə pul verirlər. Yəni 11 manatda belə pul verdilər. Və sualda deyir ki, hər yaşında bu verilən pulu qoyurlar banka. Müəllim, mən belə pul vermə taktikası görməmişəm. Bax, sən də gedib anandan falan istəyərsən. Deyərsən ki, mənim yaşım nə qədərdirsə o qədər ver, başda belə-belə gedək 2 qatına çıxacaq. Mənim gərək 300-400 yaşım olsun, 2000 manat qazanım. Amma bu gördün, indi sən 1 yaşından başlasaydın bu strategiyaya, indi varlanmışdın. İndi bax, bizə deyir ki, hər il bu məsələn 1 yaşına 1 manat pul verildi buna, 2 yaşında 4 manat, 3 yaşında 11 manat. Deyir bu pulların hamısını bu banka qoyur. Yəni məsələn 3 yaşının sonunda bunun neçə manat pul olacaq? 16 manat, düzdür? Və sualda sənə belə bir şey deyir. Deyir ki, sənə bir S verirəm. Deyir, minimum neçə ildən sonra sənin bankanda minimum o qədər pul olacaq. Məsələn, orada 15 vermişdi. 15 məndə neçə ildən sonra mı olacaq bankımda? Minimum 15-də, yəni az 15. 3. Ay sağ ol. Məsələn, 7 desəydi 2 olacaqdı, düzdür? Yox, 7 olmayacaqdı. 7 desəydi yenə 3 olacaqdı. Çünki bax 2 yaşında hələ 5 manatı var bunun. Hələ çatmayıb 7-yə.
Yəni onda elə bil, hər dəfəsində belə bir şeyə fikir veririk. Məsələn, yenə 4 yaşında buna 11 vurulsun ki, 22 manat. Üstə gəlsin 4 manat. 26 manat pul verirlər 4 yaşında. Sonra 5 yaşında görsən nətər varana getdi. 52 manat verdilər. Üstə gəl 5 manat 57 manat. Sonra 57-nin 2 qatı. Düşündü indi hara doğru gedir bu. Hələ 6 yaşında 100 manat pul verirlər buna ad günündə. Okey, gəl baxaq. Bizə bir S verilir. S də odur ki, minimum bizim bankda S manat pulumuz olmalıdır. Neçə ilə? İli tapmalıyıq biz. Bax, mən birinci bir x bərabərdir 1 götürürəm. Yəni buna ilk verdikləri pulu götürürəm ki, 1 manat pul veriblər. Sonra bir dənə də toplam cəmi götürürəm. O da hələ ki 1-ə bərabər olsun. Yəni 1 bu elə gəl belə eləyək. Yaşımızı bildirsin. Yaşımız hal-hazırda 1-dir. Cəmimiz elə olsun 0 olmasın, elə bu da 1 olsun. Və bizə nə lazımdır başqa? Bizə bir də ki, indiki verilən pul lazımdır. Okey, belə bir şeylə. Yəni indi hal-hazırda buna 1 manat pul verəcəklər. Belə fikirləşək. Daha doğrusu gəl hətta belə eləyək. Sən rahat olsun deyə fikirləşirəm, necə eləyək. Bax, gəl elə belə eləyək. 1 yaşımızı elə bil saymayaq. Bir saniyə. Sən ən rahat yolu seçməyə çalış. Hə, okey, gəl belə eləyək. While-da biz hara qədər davam eləməliyik? Bizim toplam cəmimiz S-dən kiçik olana qədər biz davam eləməliyik. Yəni elə bil ki, o bayaqki cəmləmə prosesini while-ın içində eləyəcəyik biz. Mənim şərtim nədir? Cəmim, toplam pullarımız cəmi. S-dən kiçik olana qədər sən bu prosesi davam elətdir. Çünki mənim bankımda minimum S manat pul olmalıdır. Və hər dəfəsində mənim topladığım pul necə olacaq? Məsələn, ilk yaşımdır. Demişdik, proses necə olur? Yaşım nə qədərdirsə üstə gəlinsin. Mənə verildiyi pulun 2 qatı, düzdür? Belə bir şey. Yəni, ilk yaşımda mənə nə qədər pul gələcək? 1 üstə gəlinsin, 0 vurulsun 2. Çünki hələ bundan əvvəl heç nə verilməyib, bax, ona görə 0-dır bu. Bundan sonra F-i bərabər eləyəcəm pula. Niyə pula bərabər eləyirəm? Bilim ki, mənə nə qədər pul verildi indiki yaşımda. Mən gələn səfər artıq onun 2 qatını tapanda bu düzgün işləsin. Bax, məsələn, ilk yaşından sonra bizim F-imiz neçəyə bərabər olacaq? 1-ə. Gələn səfər ikinci yaşında gəlib bunu tapanda artıq 1-i 2-yə vuracaq. Və hər dəfəsində bizim yaşımız artır. Vəsə. Bir dənə də nə edirik? Cəmin üzərinə hər dəfəsində pulu gəlirik. Və deyirik ki, elə bunun içində. Əgər cəmimiz S-i keçdi və yaxud da bərabər oldusa, siyahıta yaşımızı ver və break elə. Gəl indi baxaq məsələn. Mənim deyək ki, mən ACS kapda imtahana girmişəm. Mən hardan tapacam görəsən yaş, cəm, F. Nətər yəni, nətər tapasın? Mənim öz yaradıcılığım yoxdur. Belə qura bilirəm, tam beləsi kimi qura bilmirəm. Nətər, dəyişənlərin adlarını deyirsən? Mənim yox, dəyişənləri. Okey, o zamanla zaten formatacaq. Həm də ki, bax sən sadəcə belə bir şey düşün də. Mən əslində yəni bax görsən, lap başda 2 dənə dəyişən götürdüm. Sonra fikirləşə gördüm ki, üçüncüsü lazımdır. Bu bilirsən necə baş verir? Sən birinci kodunun məntiqini fikirləşməlisən. Hop deyə koda başlamaq olmur. Yadında saxla. Həlli tapmadan kodun həllini yaza bilmərsən. Yəni sən ümumi beynində bir həllin yoxdursa, kod baxımından demirəm. Suala necə yanaşacağın barəsində bir fikrin yoxdursa, onun koduna heç vaxt başlaya bilmərsən. Əgər bax mənim ümumi həllimiz bizim nə idi? Mən bu elə o bayaq əlimlə yazdığım şeyi sadəcə kodda cəmləyə getməliyəm. Gəldim bura baxdım.
Mən prosesi nə vaxta qədər davam elətdirdim. Gördüm ki, mənim ümumi bankımda minimum esmat pul olmalıdır. Onda mən bir təkrarlanan bir proses davam elətdirirəmsə, bildim ki, mən while-dan istifadə eləyəcəm. Sonra bax, mənə nə lazımdır? Bir, həmin adamın yaşını şey eləmək, izləmək. Çünki mənə ən sonda neçə ildən sonra olacağını verəcəm və mən toplayanda bax yaşdan istifadə eləyirəm. Yaşın üzərinə gəlirəm həmin pulu. Bu belə. Yaşı ona görə götürdüm ki, hal-hazırda tutaq ki, yaşım 1-dir. Və hətta burada cəmi 1 yox da 0 götürürük. Çünki 0-da hələ ki pulumuz yoxdur. Və mənə nə lazımdır bildim. Mən ümumi cəmi tapıram. Bankda olan pul tapıram. Ona görə cəm bərabər 0-ı da buna görə götürdüm. Bəs f bərabər 0 niyə götürdüm? Çünki mənə hər dəfəsində maraqlıdır ki, hər yaşımın sonunda Çünki neçə manat pul başlayır. verilibdir. Məsələn, 2 yaşımın sonunda 4 manat pul verilibdir. Mən bunu f-lə yadda saxlayıram ki, gələn səfər gəlib 3 yaşım olanda f-i 2-yə vurum, 8-i tapa bilim. Belə-belə cəmlənə gedir mənim prosesim. Aydındır? Yəni bu yaza artıq gəlir həmin şeyin kodu. Vəsə, sualın həlli buydu. İndi gəl məsələn tutaq ki, yazaq ki, 1000 manat pulumuz neçə yaşımızdan sonra mı olacaq? Bax, 9 yaşına 1000 manat pulun olacaqdır. Deyən görüm bax. Müəllim, bir dəqiqə. Müəllim, 12 yaşım varsa bu taktika ilə. Bax, deyən. 10.000. 12 yaşında 10.000 pulun olacaq deyəcəksiniz. Heyf, müəllim, 24 yaşına kimi. Müəllim, 24 yaşına kimi 20.000 yığa bilərəm. Bu taktika ilə. Hayda, bir saniye. Görüm mənim indi yaşımda neçə manat pulum olacaqdır. Bax, mən əsəbləşdim. 100.000 pul hələ 15 yaşımda olur. Müəllim, Bir dəqiqə. oy da müəllim. Az onda 600.000 zad olmalıdır. Müəllim, Dubayda yaşayanlar deyə bunlar 1000%. 600.000, 18 Müəllim, yaşında 600.000 bilmiyorum. olacaqdır. Ya sən 18 yaşına çatanda Müəllim, pulunu bir Lamborghini ala bilərdin. Prosta problem Müəllim, odur ki, 12 bu pulu vermək vardı. İndi sənə nətər gəlib 100.000-i də versinlər. O 2 qatına çıxarda gedirlər, amma indi Yəni gətir müəllim, komple. Dubai şeyxi zad Ha, olasınız. gərək neftin zadın olsun yastığının altında. Okey. Keçək B sualına. Bu asan sualdır. Deyir ki, sənə bir n ədədi verilir. N ədədin əgər cütdürsə, onu 2-yə böl. Təkdirsə, üstünə 1 gəl. Deyir, mən sənə garanti verirəm ki, bu prosesi təkrarlaya geçsən, bir neçə prosesdən sonra ədədin həmişə 1-ə bərabər olacaq. Məsələn, deyir ki, gəl 11-dən başlayaq. 11 təkdir, üstünə 1 gəldim, elədi 12. 12 cütdür, 2-yə böldüm, 6. 6 cütdür, yenə 2-yə böldüm, 3. 3 təkdir deyə üstünə 1 gəlirəm, 4. 4 cütdür, 2-yə bölürəm, 2. 2 cütdür, 2-yə bölürəm, 1. Deyir ki, biz bunu 6 dənə dəyişiklikdən sonra mı gəlib çata bildik? İndi deyir, sənə bir n ədəd verirəm. Deyir, neçə dənə minimum dəyişim lazımdır ki, sən ədədin 1-ə bərabər olsun. Nə fikirlərsən, Tuncay, necə tapa bilərik bunu? Müəllim, continue ilə getmək olar. Yox, amma while-la gedə bilərsən. Bax, sənin məqsədin nədir? Ədədin 1-ə bərabər olmayana qədər proses davam elətdirməkdir, düzdür? Müəllim, birinci paydan birinin ilk mərtəzəsi ağlıma gəldi. N 1-ə bərabər deyilsə, yəni n nida bərabər Aha. 1. İndi while-ın içində Sonra nə altından edərsən? belə gedim. While-ın içinə if ilə yazaram. Aha. If n faiz 2 Aha. siyat. Bir dəqiqə müəllim. N faiz 2 bərabər 0 siyat. Orada məsəl üçün cəm götürək. Cəm plus bərabər 1. Sən niyə cəmi tapdın ki? Neydi? Yox, yanında bir dənə elə belə dəyişən götürək. Məsəl üçün long x, sonra x plus bərabər 1 götürək. Ya da ki x plus, sonra if
Else, else siyahut M müəllim nə edirdi? Bəs sən n-in heç vaxt dəyişmə də axı onda sən. Sən bəs Müəllim bir n-ini dəqiqə. dəyişdirməli deyildin. Məsələn, cüt idisə onu 2-yə bölməli deyildin. Tək idisə üstünə 1 gəlməli deyildin. Bəs onları eləmədin axı. Müəllim elədim də birinci if-də if m faiz 2 bərabər 0 Aha. m plus 1 sonra Yox, cüt müəllim olanda 2-yə təkin bölməlisən. təkin qaydası nə idi? Tək olanda Tək 2-yə olanda 1 2 gəlməz. bölürdük. Yox, tək olanda üstünə 1 Sonra gəlməz. Cüt olanda 2-yə bölürsən. hə if m faiz 2 bərabər 0-a bərabər deyilsə siyahut m plus 1 Siyahut else eləməməlisən. Siyahut niyə eləyirsən ki? Sən ücə promoy çıxışa verdin axı həmin ədədi. Sən ən sonda sən m sayı plus 1 verməlisən yaz. çıxışa. Yəni M sən plus n bərabərdir, hə n plus 1 yaza bilərsən ki, artıq n-in sənin ona bərabər olacaq. Və M, o x dediyim var idi, x plus plus eləyirəm. Bax o əslində onu hər dəfəsində eləməlisən. Çünki o proseslərin sayını bildirəcək səndə. Sən ən onda sonda o M x-i verməlisən çıxışa. onda M++ aşağıdakı LC'yə də yazıram ki M bölünsün 2. Hə, indi yaz görək. Bəli, təbii ki, nə olacaq? Səhv olacaq. Uzaq başı 50 bal. Bir dəqiqə mənim. Yaz baxaq. Mənim burada o qədər dedim. Nə yazacağımı unutdum bir dəqiqə. Mən sənə h-a qədər vermişdim də. K-ya qədər. K-ya qədər. Nəsə çətinlik olsa dem. Mənim çətinliyim onda ki, siyahıta yazıram, ədəd çıxmır. While-ın şərtinə diqqət elə. Bəlkə while-ın dayanmır.
Alınmadı. Müəllim, bir dəqiqə. Sıfır verməz, 10 bal, 20 bal verər məncə. At baxaq. Bax Tuncay. N böl 2 nədir? O yazmısan N böl 2. Proqram onu nə başa düşsün? N böl 2 nədir? N-i heç nəyə bərabərləməmsən axı. Müəllim, mən nəyə bərabər edeyim ki? Bəs N-i N böl 2-yə bərabərləməlisən də. N-in dəyişir axı. Hə, en bərabər. Sən Müəllim, proqrama özü yazmısan ki, N tümünü böl 2. təksiz verir. Çünki time limit niyə verib? Sən ədədin cüt olanda N-ni heç nə eləyənmir o. Fırlanıb qalır orada. Dayanmadan da fırlanır. Sən də ona demisən ki, fırlan. Demisən, mən səni dayandırmaq istəmirəm. Səninlə işim yoxdur. Müəllim, burada biraz klaviaturanı qırıram. Deyir. Müəllim, nəysə. Ən yaxşı heç nə eləməyim. Yoxsa klaviatura qırılacaq. Sayı Mən niyə birdən sıfır- başlatmısan? Müəllim, bayaq sıfır eləmişdim, sonra deyirəm ki, niyə onu bir elədim. Niyə bir elədin yaxşı? Sən saymağa birdən başlayırsan. Müəllim, yox dedim ki, bəlkə birdən başlamalıyıq. Sıfır yazanda çünki olmadı. Sonra deyəlimdən çıxıb. Mən deyirəm ki, klaviaturanı niyə qırıram yenə? Müəllim, düzdür. Düzdür? Düzdür. Qəşəng. Okey. 400-ün var sağlıqla. Bax, C sualı asan sualdır. Sadəcə səndən A ilə B-nin cəmini tapmağını istəyir. Müəllim, bilmədim necə yazmalı, taltadır, yoxsa Bilirsən necə eləməlisən? Necə ki biz while sinenlə ədədləri durmadan daxil eləyirdik. Yadındadır o. While sinen yazırdıq, n0 olanda break eləyirdik. Yadına düşdü. İndi isə təkcə sən while sinen yox, while sin AB yazasan. Bax belə. Sadəcə bu səfər heç vaxt break eləməyəsən. Kod özü qərar verəcək nə vaxt break eləyəcək. Sən sadəcə while sin AB elə, hər dəfəsində cout-a A plus B-ni endline-dan ver və kodu submit elə getsin. Aydındır? Belə suallarda həmişə while-la yazırıq. Çünki bilmirik bizdən neçə ədəd istəyir. D sualı. Bax, D sualı asan sualdır. Sənə deyir ki, ədədin rəqəmlərinin cəmini tap. Məncə Tuncay tapardı axı bunu. Ədədin rəqəmlərinə necə baxa bilərik? Müəllim, alınmadı. Orada yazmağa çalışdım, alınmadı. Ədədin Mən də rəqəmlərinə necə atmadım. baxa bilərik, onu demədim. Müəllim, təklik, onluq, yüzlük. Yox, əgər bilmiriksə neçə rəqəmlidir. Müəllim, tapmışdıq, yadımdan çıxıb. Fikirlər, yadına sal, bu yaddan çıxa bilməz. Bu elə şeydir ki, yaddan çıxmasın bu. Hə, Tuncay. Ədədin rəqəmlərini necə tapırıq? While-la bəlkə tapırıq. Ola bilər. Müəllim, while bir dəkcə. Yox, while-la necə tapaq? While-ı mən bəlkə elə belə dedim sənin başını ağlatmaq üçün. Müəllim, while n sıfıra bərabər deyilsə, sonra Sonra cəm plus bərabərdir n. aha, elə bil ədədimizi gələk də birbaşa cəmimizin üzərinə. Birinci ədədimiz gəlməlidir. Ədədimiz də belə gedərəm. Int son bərabərdir n faiz 10, n bərabərdir n böl 10. Bəs bilirsən də bunu niyə demirdin bəs? Müəllim, budur. Tuncay bilir axı.
Odda cəminin üzərində də hər dəfəsində sonu gəlirsən. Cəm plus bərabərdir son. Yox, cəm plus bərabərdir son, hə. Prosta bir dənə n-ini ən başda şey eləyirsən. ABS n-ə bərabər eləyirsən, çünki ola bilər ki, ədədin mənfi olsun. Ona görə modullayırsan. O zaman. Müəllim, C ilə D-ni tez yaza bilərəm. Yox, hələ ki qalsın onlar. Bir dənə başqa suallara baxaq. Müəllim, yəni düzəltmişəm. Müəllim, oyda, kaya ki mən yazmalıyam, sonra elimin, o, p, q, r, s, t, u, v, w, x, y, z. Əlifbanın bütün hərfləri. Bax, məsələn, baxaq bu, məsələn, J-sinə baxım, K-sını özün yaz, məsələn. J-sinə deyir ki, sənə bir M verirəm. N-imizi daxil eləyək. Bizə bir M verdi. Sənə deyir ki, N-dən ədəd daxil olunacaq proqrama. N-i bunun üçün vermişdim. Onda forma aparıram 0-dan N-ə qədər. Və hər dəfə sənə ədədləri daxil edirəm. Mənə deyir ki, amma ədədlər double-dan olacaq. Onda double x götürürəm və hər dəfə sənə sin x eləyirəm. Və mənə deyir ki, bu sənə daxil olunan proqrama ədədlərin cəmini tapmalısan. Onda bir dənə çöldə double cəm götürürəm. Hər dəfəsində bu x-i görəndə cəmin üzərinə x-i gəlirəm. Və mənə deyir ki, bir işarə dəqiqliyi ilə bunu çıxışa ver. Cout precision 1, cout fixed cəm. Bax, sadəcə ən əsas nöqtə burada haraydı. Hansı ki, sənə n ədədi verdi. Və sən forunu 0-dan n-ə qədər aparıb hər dəfəsində sin x elədin. Yaxşı. Yəni sənə n-i ona görə verir ki, sənə bundan sonramda məsələn 5 verdimsə, 5 dənə də ədəd daxil eləyəsən proqrama. 6 versəm 6 dənə, 7 versəm 7 dənə, bla 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 belə gedir. Yəni əsas hissə bax bu hissədir ki, sən n-i veriləndən sonra forunu 0-dan n-ə qədər aparsan, hər dəfəsində bir sin x-i daxil edirsən proqrama və cəmin üzərində də həmin x-ləri gəlib çıxışa verirsən. Bunun ikinci sualında da sadəcə deyir ki, eyni tiplidir daxil olunması proqrama. Sadəcə deyir ki, tək olanda həmin ədəd çıxışa ver. Tək olanda həmin ədəd çıxışa verməyimizi istəyirsə, sadəcə burada görsən double-dan deyir ədədlər. If n faiz 2 bərabər deyilsə 0. Aha, bir dənə bunu long eləyirik. Çünki burada gördün ki, kəsir deyil ədədlər. X faiz 2. Mənim səsiniz qırıldı. İndi gəlir. Bəli. Ha, okey. Yəni bu səfər LL ilə eləyirik, çünki görürsən ki, orada ədədlər tam ədədlərdir. Ona görə LL yazılır ora double-ın yerinə. X faiz 2 bərabər deyilsə 0-a, cout-a həmin x-i verirsən gedir. Yuxarıdalar ki, double cəmi Heç bu lazım deyil, sən lazım deyil axı sənə şu. Cəm tapmırsan, sadəcə ədədləri çıxışa verirsən. Hə. Bu belə. Sonra L-də nə deyir? Deyir ki, indeksləri sıfıra bərabər, indeksləri cüt olan ədədləri çıxışa verməlisən. İndeks nədir? İndeks ədədlərin nömrələnməsidir bir növ. Yəni, bax, bir növ məkanların bildirir onları. Bax, məsələn, deyir ki, indekslənmədə sıfırdan başlayır. Bax, məsələn, sıfırdan başlayırsa, bu 14-ün indeksi 0 olur. 16-ınki 1 olur. 3-ünkü 2. 3. 7-ci 3, 17-ci 4, 19-cu 5, 9-un 6. Aydın oldu bu indeks nədir? Elə birdən başlamır nömrə saymaq, elə bir nömrələmə. Müəllim, for i bərabərdir 0, i kiçikdir bərabərdir n, i plus plus. Doğru müəllim. If n faiz 2 bərabər. Onda sən Sıfır, ədədin cüt olduğunu yoxladın axı. Sən nəyin cüt olduğunu yoxlamalısan? İndeksin. İndeksi orada nə görsəcək fikirləşir sənin kodunda. Bax, oradakı i-yə fikir ver. Oradakı i-də əslində sənin indeksini görsətdən. Bax, i 0 olanda sən ilk ədədini daxil edirsən proqrama. i1 olanda ikinci ədədini, i3 olanda üçüncü ədədini. Onda sən elə yoxlasan ki, i faiz 2 0-a bərabər olanda həmin ədədləri çıxışa ver, onda səndə cüt indeksdə duran ədədləri çıxışa vermiş olacaq. Aydındır, sənin əslində forunda gedən o i indeksləri görsədir səndə. M sualı maraqlı sualdır. Bu sual asan sualdır. Müəllim, bu dəfə hansı suala kim verəcəksiniz? Ona indi get-gedə qərar verəcəm. Suallar hələ baxmaq gedir. Qıyac mı olar? Yox, azdır.
Minimum Mənim, yəqin mənim 10 sinə qədər tapşırığım var, yaza bilməmişəm. olsun da bu qədər idealdır. Burada da yazmırıq. Bax, okey, bax, hələ ki gedək, axırda qərar verəcəm. Sənə A ilə B verilir. A ilə B aralığında deyir cüt rəqəmlərin cəmini tapmalısan. Bu sualı iki cür yazmaq olar. Hansı ki bir cür yazarıq time limit alınar, ikinci cür yazsaq time limit alınmaz. Bax sən forunu A-dan B-yə qədər aparıb hər dəfəsində gedib onun hansı ki i faiz 2, yəni bax belə bir şey demək istəyirəm. Sənə deyir ki, A ilə B aralığındakı cüt ədədlərin cəmini tap, düzdür? Ağla gələn ilk əl belədir ki, bir cəm sıfırımız olsa, A-dan B-yə qədər ədədlərimiz gedər. Əgər i faiz 2 də sıfıra bərabər olarsa, onda mən cəmin üzərinə həmin i-ni gələrəm və çıxışa verərəm. Düzdür, ağla gələn ilk əl budur. Razısan? Bəli. Məsələn, Amma yazıram. burada tam limit verəcək. Ay, sağ ol. Məsələn, 1 ilə 5 yazıram, həqiqətən də 6-nı verir. Amma fərz eləsək ki, mənim A 1 olsa, B 1-yə 9 olsa, yəni 10 üstü 9 olsa, bu artıq formun 10 üstü 9 dəfə dövr eləməyi deməkdir və bu time limitdir. Bəs bundan necə qaçına bilərik? Belə qaçına bilərik. Mən sadəcə cüt rəqəmləri istəmirəm tapmağı. Mən elə cüt rəqəmlərin sadəcə cüt rəqəmləri elə eləyim ki, forda ancaq cüt rəqəmlərə baxım. Yəni bir növ təklərin üstündən hoppana gedim. Onda mən belə bir şey eləsəm, fərz elə ki, A-mız cütdür. Yəni A-mız 2-dir düşün. Mən hər dəfəsində i plus bərabər 2 eləsəm, bu for ancaq cüt ədədlərə baxacaq, yoxsa qarışıq? Ancaq cüt. A2 olsa ancaq cütlərə baxacaq, düzdür? A1 olsa bəs. Ancaq tək. Onda bir dənə burada yoxluyursan ki, A faiz 2 təkdirsə, A-nı 1 vaid artır. Yəni cütlərdən başladaq elə. Artıq bu forda sən ancaq cüt ədədlərə baxmış olasın. Və forunun fırlanmasını yarıya salmış olasın artıq. Və bu zaman baxımından daha sürətli kod olur. Aydındır? Yəni sən elə bil ki, deyirsən ki, mən təkləri vecimə almıram da, mən ancaq cütlərin üzərindən gedirəm. Təkləri görəndə hoppanıram onların üstünə. Aydındır? Okey, bu sualda belə. Bu sualda asandır. Sadəcə deyir ki, ədədin bölənlərini tapırdı nə o üsulla. H sualında falan yazdığın üsulla. O üsulda bir problem yoxdur ki. O üsul tam başımsan. 100%. Okey. İndi o üsulla sadəcə yenə gedərsən. Sadəcə deyir ki, səndən hansı bölənlərin ki təkdir, onların sayını tap çıxışa verməlisən. Daha doğrusu hansı bölənlərin cütdürsə, onların sayını çıxışa verməlisən. Yəni elə bil artıq say plus++-ı hər zaman eləməyəsən. Sadəcə gedib orada i-nin cüt olduğunu yoxlayassan, bir də m böl i-nin cüt olduğunu yoxlayassan. Sənin çünki 2 dənə bölənin ola bilər də. Biri i-dir, biri isə onun qarşısında duran parasıdır. Yəni yarısıdır ki, hansı ki o da m böl i-dir. Sən bu 2 dənə bölənin ayrıca cüt olduğunu yoxlayassan və ona əsasən sayını artırasın. X-ə qədər verəcəm evə. Aha, Tuncayın gözünə işıq gəldi. Bu səfər, bax, o bayaq, bu, məsələn, X sualında bunun inputunu necə alasın? O bayaq ki, hansı ki, sin AB elədiyi while Müəllim, bir dənə saya bilərəm. Müəllim, bir dənə saya bilərəm. Nəyi? Say. Nəsə sualdır. 24 dənədir. 24 ay Tuncay. İngilis dili əlifbasında 26 dənə hərf var Z-yə qədər. Bu ikisinə 20. çıxsaq Müəllim, 24 20. Müəllim, 20 sual. 24 yaxşıdır, 4 dənə heç nə olmaz. Asan sual. Müəllim, nə asandır, can çəkdim o 4 dənədən bir dənəsini yazana kimi. Mən sənə inanıram. Okey. Bax,
X sualında sənə deyir ki, hər dəfəsən sənə 3 dənə ədəd verəcəm. Belə bir həftə buradayıq. Olsun, bu Sezonu. bütün onsuz da böyük yarışdır, yəni problem deyil. Ee, bax, sənə bu səfər o bayaqki hansı ki A ilə B-ni daxil eləyir deyə while sin-lə. Burada isə while sin A, B, C eləyəsən. Bax, görsən sadəcə 3 dənə ədəd daxil olunur. Və sadəcə üçbucağın perimetrini çıxışa verəsən 4 işarə dəqiqliyi ilə. Sən artıq orada heç vaxt break eləyənməyəsən. Yəni sadəcə elə o kodu yaz, submit elə getsin. Elə kodu run eləyib də yoxlama. Çünki sən heç vaxt dayanmayacaq kodun. Ona görə də fikirləşərsən səhvdir, Tuncay amma burada səhv yox deyə. Burdadır, Bəli, burdadır. Tuncay burada yoxdur, hıdır. Burdadır. Bax, W sualı yenə asandır. Amma burada da yenə sənə while sin n ədədlər daxil olunur. Yəni bax, məsələn, bu sualın həllini göstərirəm. Bax. Məsələn, sənə bir n verilir. N verilmir daha doğrusu. Bax. N-i tanıdırsan, bayaqki suallarda da ABC-ni tanıdırsan, bax belə. Sonra while sin n eləyirsən. Yəni proqrama durmadan ədədlər daxil eləyirsən. Bizdən nə istəyir? Ədədi ortanı tapmağımızı istəyir. Və bunu 4 işarə dəqiqliyi ilə çıxışa verməyimizi istəyir. Onda mən artıq bilirəm ki, buranı double götürməliyəm. Çünki ədədlər məndən deyir ki, ədədi ortanı 4 işarə dəqiqliyi ilə tapma. Ona görə də double götürürəm. Ədədləri daxil eləyəndə mənim ədədi orta üçün nəyim lazımdır? Bir cəm lazımdır. Bir də say lazımdır, düzdür, ədədi ortanı tapmaq üçün. Amma görsən sayı LL ilə götürdüm. Niyə? Double-la da götürə bilərsən, LL-la da götürə bilərsən. Burada o qədər də fərq eləmir. Əsas cəminin 0 olmağıdır ki, yəni cəm bilirik ki, double-sa cəmlər də double olacaq, amma say həmişə 1, 2, 3, 4, 5 olaraq gedir də. Yəni 5,2 say olmur da, yəni 5-dir ya da 6-dır. Ona görə sayı LL də götürə bilərsən. Hər dəfəsində sayı artırırsan n daxil olduqca proqrama və cəmin üzərinə də n-i gəlirsən. Artıq səndə cəm ümumi n ədədlərin cəmini göstərəcək. Sayı isə sənə neçə dənə proqrama ədəd daxil olunub, onların sayını bildirəcək. While-dan çıxandan sonra cout-a cəm bölünsün, sayı çıxışa verəsən. Bir dənə orada cout precision eləyəsən, o da heç. Ya aydın oldu bu hissə necə baş verir kodda. 100%. Güman eləyirəm ki, başa düşdük. V sualında eyni şeydir. Çıxışa cəmi verəsən, bir də sayı verəsən. Vəsə. Bayaqki sual kimi sadəcə cəmdən sayı çıxışa verəsən, Tuncayın beyni Əlimdən burada yoxmaq bir dəqiqə. Hiss edirəm, yorulmusan elə bir. Əlim yorulmamışam. X-ə kimi görəndən sonra getmişəm buramı. Yaxşı da əlindən nə gəlsə onu yazarsan. Mən verirəm X-ə qədər, sən əlindən nə qədər gəlsə o qədərini yaz. Yəni 20 dənə gəlsə 20'sini yaz, okey. Yəni da özünü belə şeyləmə də, errora düşmə. Amma həqiqətən yorğunsan elə bil, elə görsənirsən. Çox qaçmısan bugün. Bugün futbolda səni çox qaçırdılar. Çox qaçmamışam, məğlubiyyətə uğramışıq. 2 oyunda komandanın biri məni ümidin kəsdi, 2 dənəsi güməndi, 2 dənəsi sonradan qalib elədi. Hansı komanda danışsın? Müəllim, bizimki Allah nə verdsədir. Bir il talantdır, bir il Affadır, bir il Real Madriddir. Məhəllə futboldur. Yox müəllim, elə belə komandadır bu il, amma bir neçə ildir Affaya hazırlaşdırır. Sən bəs ciddi hazırlaşsan futbola? Bəli müəllim, amma tam dəqiq deyil, futbol salacam olmayacam bu dərslərimə görə. Bəs neçə il gedirsən? Müəllim, hər il yayda. Okey. Amma çıxmasam məni əsas komandaya götürürlər. Hansı mövqedə oynayırsan? Hücum, qapı, Allah nə bilsə, amma hücum oynayıram da atım. Hücum ara qapı aratınca sən nə yaşayırsan? Müəllim, mən istədikləri mövqedə oynadırlar. Ən yaxşı oynadığım hücumdur, qapıdakı normal. Hücum qapı. İlk dəfədir belə oyuncu tipi eşidirəm. Hücum sağ qanat, sol ayaq. Messi. Müəllim, hər tərəfli oyun. Müəllim, oynamağını hər tərəfli oynayıram. Ən yaxşı hücumla sağ qanatda oynayıram, amma qapıdakı normal, pis deyil. Onda bunun şərəfinə bir sualına baxaq.
R sualında bizə deyir ki, sənə bir n ədədi verilir. N ədədində maksimum rəqəmi tapmalısan. Yəni n ədədinin içində maksimum burada hansı rəqəmdirsə onu tapıb çıxa Yəni bilməlisən. ən böyük hansısa. Məsələn 2354-də ən böyük rəqəm 5-dir. Ona görə 5-i çıxışa verirsən. Mən az Bunda- qala 4 deyirdim. Bunda 9-dur məsələn. 9-u tapıb çıxışa verirsən. Yenə biz bir dənə while n bərabər 0 gedirik while-ın içində. Və bir dənə də maxi dəyişəni götürürəm ki, hansı ki o bərabər olsun 0-a. Tamam, yəni sən maksini tapırsan, maksiyə də ən kiçik dəyəri verirsən hələ ki ilk başda, çünki maksini hələ ki bilmirsən. Sonun bərabər olsun n faiz 10-a. N-i də hər dəfəsində 10-a bölürsən. Sənin maksin hansılarda olacaq? Sonlarla müqayisə eləməlisən də. Ona görə hər zaman maksini bərabər edirsən max ilə son. Və siyahıda maksini verirsən. Bu səndə oldu maksimum ədədi tapmaq. Aydın oldu? Asandır. Hə, bunun ikincisi biraz adamı burada ağlamaq tutur. Bunun ikincisində deyir ki, bəs maksimum rəqəmdən sənin ədədində neçə dənədir? Onu tapmalısan. Məsələn də 9-dan neçə dənədir, 5-dən neçə dənədir, onları tapmalısan. Maksimum rəqəmdən neçə dənə Əlim olur? C++-la eləyirik də bu dəfə. C++-la eləyirik. Amma bax, mən maksini while bitəndən sonra dəqiq tapıram ki, maksi neçədir. While bitməmiş mən hələ ki bunu tapa bilmirəm. Yəni bu dəqiqdir. Çünki maksim get-gedə dəyişir də. Ola bilsin ki, məndə ədəd belədir. Məsələn, mən ən sonuncu while-ın ən sonuncu anında tapacağam ki, mənim maksim 9-dur, düzdür? Ona görə mən maksini while bitəndən sonra tapıram. Və mən onda bir dəfə də bu ədədlərə baxmalıyam. Yəni bu ədədlərin rəqəmlərinə bir dəfə də baxmalıyam ki, hansı maksiyə bərabərdirsə onda sayı artırmalıyam. Bu ədədin rəqəmlərinə mən bir dəfə də baxa bilmirəm hal-hazırda, çünki n-im 0-a bərabərdir. Yəni bir ədəd qalmayıb ortada. Ona görə mən bu n-in bir dənə kopyasını çıxardıram. Copy bərabərdir n deyirəm. Mənim bu n-im 0-a düşəcək, amma copyim hələ ki dəyişməyəcək. Çünki copyni ən başda bərabərləmişəm həmin n-ə. Onda bu while bitəndən sonra mən nə edirəm? Bir dənə də while açıram. Bu səfər copy'nin elə bil ədədli rəqəmlərinə baxıram. Copy bərabər deyilsə 0-a qədər davam edirəm. Deyirəm yenə son bərabər olsun n yox, copy faiz 10-a. Səsim gəlir? Dondu nə bilsən burada? Donmuşdun, indi açıldın. Səsim gəlir indi. Mən sizə eşidirdim, amma səsim zadım gəlmirdi sizə. Hə, ola bilər. Eşitmirdim. Hə, okey. Harda qalmışdım? Ekran. Burada qalmışdım ki, biz n-in kopyasını çıxardırıq ki, çünki biz burada bir dəfə də rəqəmlərinə baxmalıyıq həmin ədədin, amma mən artıq n-im 0-a düşəndən sonra bir də baxa bilməyəcəm həmin ədədin rəqəmlərinə. Ona görə bir copy bərabərdir n deyirəm. Mənim n-im 0-a düşəcək, 0-a bərabər olacaq bu while-ın sonunda, amma copy elə olduğu kimi də qalacaq. Ona görə bir dəfə də while-da copy-nin rəqəmlərini elə bil gedirəm baxmağa. Deyirəm ki, int son bərabər olsun copy faiz 10-a və yoxlayıram ki, maksiyə bərabər olarsa bu son, bərabər olub olmadığını yoxlayıram artıq. Say ++ elə. Və copy-ni də hər zaman 10-a bölə-bölə get. Əlim çox qəşəng kopyadır. Siyahıda sayı verdik. Aydındır? Qəşəng. Okey. Buradakıların demək olar bir hissəsi asandır. Bir saniyə, burada niyə suallar belə oldu? Bir hissəsi. Bir hissəsi. Okey, bax. X-ə qədər verirəm, amma əlinə nə gəlsə onu yaz. Əsas buradakı səhvlərini bağla. Buradan başda arxadan qabağa doğru get. Ya da bax da nətər istəyirsən, hansı rahatsa onları yaz. X-in, bax sənə F tapşırığı belə verirəm. X-ə qədər olan tapşırıqların içindən maksimum nə qədər yaza bilsənsə o qədərini yaz. Tamam? Əlindən nə gəlsə. Başqa recordingini də yükləyəcəm YouTube-a. Başqa da nə sualın olsa yaz. Tamam. Oldu mənim sağ. Sağ ol. Loop 2-dəki səhvlərini də bağlamağı unutma, o 2 dənə qalan.
Tamam, sağ Sağ ol, ol. görüşərik. Sağ olun. Görüşürüz. Sağ ol.